Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda Azərbaycan milli mətbəxinin bir dənə də ləziz təamını hazırladım. Bakı üsulu ilə fəsəli. Ləzzətli, ətirli, qoğal dadında, xırçıltılı və onu da qeyd edim ki, fəsəlini hər bir xanım öz üsulu ilə hazırlayır. Siz bir bu səsə qulaq asın. Bəh, bəh, bəh. Bol ədviyyatlı, kərə yağ ilə bir dənə bu laylara fikir verin. Çox möhtəşəmdir, çox dadlıdır. Hazırlasaz, peşman olmarsınız. Xəmir üçün çox sadə ərzaqlar lazımdır. Un, duz, şəkər, maya, ilıq, su. Bu ərzaqlardan gözəl, yumuşaq bir xəmir yoğururuq və gözləyirik ki, xəmir mayalansın. Və yenə də vurğulayıram, xəmir mayalıdır deyə su ilıq olmalıdır. Əks halda xəmir acımayacaq. Xəmirin yumuşaqlığı bax bu cür olmalıdır. Xəmirdə istifadə olunan suyun miqdarı undan asılıdır. Ancaq ki, mən istifadə elədiyim suyun miqdarı tam bəs edir. Artıq xəmir mayalanıb və mən alınan xəmiri bölürəm 6 hissəyə tərəzinin köməyi ilə. Hazır kündələri yenə də qoyuram ki, mayalansınlar. Mayalı xəmir nə qədər gözəl mayalanırsa, o qədər də həmin yuxaları açmaq çox rahat olur. Kərə yağını qəşəngcə əridib dağ elədim. İndi mən fəsəli üçün yağı hazır edəcəm. Onun üçün isti yağın içinə duz, istiot, sarı kök və ədviyyatları əlavə edib yaxşıca qarışdırıram. Ədviyyatlar da məndə cirədir, bir də rəzyanadır. Hazır mayalanmış kündələri boşqab boydana açıram. Bu cür edəndə həmin bu yarı yayılmış kündələri yaymaq çox və çox rahat olur. Bundan əvvəlki videoda mən sobada fəsəli hazırladım. O tamam başqa üsuldur. Bu isə əsl biz bildiyimiz Azərbaycan milli mətbəxində hazırlanan fəsəlidir. Və mən artıq bütün kündələrimi açıb yığıram bax belə taxtanın üstünə. Bu videoda mən fəsəlini kərə yağla, ədviyyatla hazırlayacağam. Fəsəlini zövqə görə cızdaqla da hazır eləmək olar. Bizim evdə qoyun əti yeyilmir deyənə mən bax bu üsulla fəsəlini hazırlayacağam. Yağı tökürəm yuxanın üstünə. Bax belə vururam, diqqətlə baxın. Və təzdən bükülmüş rulonu mən bir daha da vururam. Onda daha gözəl qatlar alınır fəsəlidə. Azərbaycan bölgələrində fəsəlini hər kəs öz bölgəsinə uyğun hazırlayır. Bugünkü videoda Bakı fəsəlisi hazırlanır və bax bu cürnə ədviyyatlı, kərə yağlı, çox ləzzətli və möhtəşəm dadı olan bir fəsəllidir. Fikir verin, yayılmış yuxalar necə elastikdir, zərifdir. O da nə üçün? Ona görə ki, mən yuxanı buradan yayıb onunla işləmirəm. Mən deməli 6 kündəni hamısını yaydım və onlar qaldıqca daha da elastik olurlar, yumuşaq olurlar və çox rahat işləmək olar.
və mən davam eləyirəm. Baxın görün, nə qədər çox bunu vursanız, o qədər də çox gözəl qatlar olacaq. Bu videoda fəsəlinin, bükmənin iki cür üsulunu sizə göstərəcəm. Bu birinci üsuldur, bizim bildiyimiz dədə-baba üsulu. Bu isə ikinci üsuldur. Yuxanı yağladım və belə lentlər kəsirəm. Eni 10 sm olan və bu lentləri bir-birinin üstünə qoyuram. Xəmir o qədər elastikdir ki, eləcənə əlivə də götürən kimi, yəni ki, daha da uzanır, daha da nazik, gözəl olur. Və əgər lentlərdə boşluq varsa, orada yağ çəkirəm və baxın görün, mən bunu necə bükürəm. Və yuxa yayılıb, biraz qalıb deyənə, mən istəyən forma verə bilirəm. Və yağlanmış, bükülmüş kündələri bir də qoyuram, mayalansın. Artıq kündələr mayalanıb və fikir verin, necə rahat forma verə bilirəm. Yağladığım kündəni, bax bunları yayıram, dairəsi olur 24 sm, qalınlığı isə 5 mm. Çox nazik eləmək məsləhət deyil. Fəsəlləri yaymağa başlayarkən artıq hansı tavada bişəcəksə, onun da altını yandırmışam ki, isinsin. Hazır fəsəli mütləq mayalanmalıdır ki, bunu yayanda qatlar cırılmasın. Və hətta ki, yayanda baxın görün çox rahatlıqla və çalışın oxlu ilə yox, bax belə bir deməli katalka ilə, mərdanədir, necə bilirsiniz elə. Baxın görün, çox gözəl. Yəni artıq sizin sözünüzə baxır. Zor tətbiq eləmirsiniz. Siz bir dənə bunun gözəlliyinə baxın. Bu gəlir və mən bu birisini bura qoyuram. Və sacın üstündə görmüşsünüz ki, xanımlar oxlu ilə deşir. Fəsəlini mən oxlu ilə yox, çəngəllə işləyirəm. Bax, bu da ikinci cür göstərmişdim, odur. Yenə vurğuluyuram, mayalanıb. Bunu yaymaq çox asandır. Əks halda bunun aradakı qatları hamısı cırılacaq. Çox gözəl olur. Mütləq mayalandırmaq lazımdır. Onda fəsəli həm yumuşaq olur, həm dadlı olur və möhtəşəm olur. Və bu da fəsəlinin hazır görünüşü. Çox ləzzətlidir, çox dadlıdır. Sizlərə nuş olsun. Dəqiq ölçülər, ləziz
tamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.